Pisliklər bilirsiniz necədir? Bir tikanlar kimidir. Alaq deyirlər, tikan deyirlər. Onları qopartmaq asandır. Gövdəli ağacları qoparmaq çətindir. Amma kol-kosu təmizləmək asandır. Yaxşılıqlar gövdəli ağaclar kimidir, pisliklər kol-kos kimi. Gör biz nə günə qalırıq ki, pislikləri böyüdüb gövdəli ağaca çeviririk, qopara bilirik və yaxşılıqlar zəifləyir və o belə dərin kökü olan yaxşılıqların kökünü ürəyimizdən çıxardırıq. Bizim içimizdə zəif olaraq pisliklər gücərir və onları biz öldürməliyik. Nə ilə? Əleyhissalam buyurur ki, zahidliklə, yəni dünyaya rəğbətsizliklə. Niyə görə oyla öldürməliyik? Çünki bütün pisliklərin anası dünyapərəstdir. Kökü. O kökü ki, çıxardırsan da pisliklər də gedir. Pisliklər də qəlbi tərk edir. Pis istəklər, pis meyillər sənə bu qədər əziyyət verməməlidir. Bu qədər pisliklərlə mübarizəyə insan daxilində